Hər kəs salamlayıram. Dostum, bax, indi bu gün yedin, içdin, nuş olsun. İndi restorandasan və yaxud evdəsənsə fərq eləmir. Heç olmasa axşam bu rahat bir şeydir. Yəni bax, bir qaşıq alma sirkəsi, təbii alma sirkəsi. Götürdük, qatdıq suya və salam. Sən bilsən bunun nə qədər xeyri var. Nəinki bu, başqa bir qatqılar varsa, inan ki, onlara da vaxt ayırarsan. Çünki sağlamlıq, yəni bildiyiniz kimi hər şeydən dəyərlidir. Bir daha söylürəm ki, çalışın sabah səhərə, günortaya heç nə salmayın. Yəni sadəcə sabah günortaya kimi, yəni daha doğrusu saat 4-ə kimi meyvə ilə yesəz meyvə kifayət eləyər. İndi meyvə deyəndə ehtiyac yoxdur 1-2 kilo qoyub qabağınıza yeyəsiz. Elə yüngül atışdıracağız, yəni problem olmaz. Çünki indi əksəriyyəti deyəcək ki, mən dünən yemişəm. Yox, sən düşünmə ki, sən yedinsə, üzr istəyirəm, ayaqyoluna getdinsə onunla da bitir. Yox, sənə elə gəlir dostum, bu qalır səndə kalori olaraq. Və bu gələcəkdə sənin insulinə səbəb olacaq. Ona görə deyirəm ki, indidən bunun yəni qarşısını al ki, sonradan peşman olmayasan. Hər kəsə uğurlar.